Bu dəfə toyuq ləvəngini sobada yox, qazanda plovun altında hazırladım. O qədər dadlı, ləzzətli alınmışdı ki, toyuğun əti də sümüyündən ayrılırdı. Yəni o dərəcədə gözəl pişmişdi. Toyuğu videoda gördüyünüz kimi kəsirik. Üzərindən də bir neçə kəsik atırıq ki, turşunu, duzu öz canına yaxşı çəksin. Daha sonra isə üzərinə duz, qara istiot əlavə edirik. Hər tərəfini duzlayıb istiotladıqdan sonra alça turşusu əlavə edirik üzərinə və turşu ilə də yaxşı-yaxşı turşulayırıq. Yaxşı olar ki, bir neçə saat öncədən bunu edəsiz, biraz turşuda, duzda qalsın ki, turşunu, duzu yaxşı canına çəksin. Mənim istifadə etdiyim alça turşusu qara alçanın turşusu olduğu üçün pişəndə də rəngi bir qədər tünd alınmışdı. Amma yedikcə dadından, ləzzətindən doymaq olmurdu. Videonu mütləq yaddaşa verib bu üsulla hazırlayın. Bilirəm ki, çox bəyənəcəksiniz. Toyuğu turşuladıqdan sonra keçirik ləvəngini hazırlamağa. Ləvəngi əslində qırmızı soğanla hazırlanır, amma qırmızı soğan olmayanda ağ soğanla da hazırlamaq olur. Soğanı ət maşınından və ya rondodan keçirdib, təmiz marliyanın arasında acı suyunu tamamilə sıxıb atırıq. Qoz ləpəsini də ya ət çəkən maşından və ya rondodan çəkirik. Üzərinə duz, istiot və alça turşusu bir çay qaşığı əlavə edib qarışdırırıq və ləvəngi hazırdır. Hazır olan ləvəngini də toyuğun üzərinə yerləşdiririk. Bizim ailədə ləvəngi çox sevildiyi üçün mən biraz bol əlavə edirəm üzərinə. Toyuğu kəsdiyimiz hissədən ləvəngini üzərinə əlavə edirik və yayırıq. Daha sonra isə ayrıca bir qazanın içərisində plov süzürük. Adi qayda olaraq su qaynadıqdan sonra duz əlavə edirəm. 1-2 saat öncədən duzlu ilıq suda islatdığım düyünü təmiz yuyub əlavə edirəm qaynayan duzlu suyun içərisinə. Yarı bişmiş hala gəldikdə düyünü götürüb süzürəm. Düyünü dəmə qoyacağım qazanın alt hissəsinə biraz kərə yağından əlavə edirəm. Kərə yağı əridikdən sonra qazanın alt hissəsinə, yəni dibinə ləvəngili toyuğu yerləşdirirəm. Düyü ləvəngiyə yapışmasın deyə ləvənginin üzərindən bir iri boşqab yerləşdirib və süzdüyüm 1 kiloqram düyündə üzərinə əlavə edirəm. 50 ml su əlavə edirəm və kərə yağını da üzərinə əlavə edib. Varsa dəmlənmiş zəfəran, yoxdursa biraz sarı kök üzərinə əlavə edib və saat yarımlıq plovu dəmə qoyuram. Qazanın alt hissəsinə də mütləq bir dəmir yerləşdirmək lazımdır və vamodda qeyd etdiyim kimi saat yarım plov dəm alır və bu müddətdə alt hissəsində olan o toyuq əti də çox gözəl bişir, ləvəngi də bişir və xana kimi qıpqırmızı qızarır. Çox asan və rahat bir üsuldur. Ləvəngini mütləq bu üsulla hazırlayın. Toyuq sizə bir qədər yanmış kimi görünə bilər, amma qətiyyən belə deyil. Mənim istifadə etdiyim alça qara alçanın turşusu olduğu üçün rəngi bir qədər tünd alınır. Göz haqqınızı halal edin. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Hələlik.